Deməli, informasiya təhlükəsizliyi. İnformasiya təhlükəsizliyi nədir? Birinci buradan başlayaq. İnformasiya təhlükəsizliyi anlayışı var, kiber təhlükəsizliyi anlayışı var. Kiber təhlükəsizlik dediyimiz şey sırf digital formada, yəni elektron məlumatların itməsinin, oğurlanmasından, məhv olmasından, başqaları tərəfindən ələ keçirilməsinin qarşısının alınmasıdır. Yəni bunun üçün mübarizə tədbirləridir. İnformasiya təhlükəsizliyi biraz daha geniş anlayışdır. Yəni həm kiber məkanda, yəni həm digital formada, həm də belə kağız formada olan məlumatların qorunma prosesidir. Bunların məxfiliyinin artırılmasıdır, əlçatanlığının yüksəldilməsidir və s. Yəni qısaca olaraq informasiya təhlükəsizliyi dedikdə həm elektronik, həm kağız formada daşıyıcıda olan məlumatların qorunması başa düşülür. Kiber təhlükəsizlik dedikdə isə sırf digital formada, yəni elektron məlumatların qorunması prosesidir. İndi gəlirik informasiya təhlükəsizliyi üç əsas terminə əsaslanır. Məxfilikdir, əlçatanlıqdır, bir də tamlıqdır. Bunlar nədir? Ya da qısaca olaraq niyə əsas bu üç anlayışın birləşməsini götürürük? Birinci olaraq biz informasiya təhlükəsizliyi deyəndə nə başa düşürük? Bunu qəbul etməliyik və ya da testdən bunu tapmalıyıq. İnformasiya təhlükəsizliyi dediyimiz informasiya sistemlərinə icazəsiz giriş, məlumatlarımızın dəyişdirilməsi, məhv olması kimi hallardan qorunma prosesinə deyirik. Burada üç əsas anlayışımız var. Tamlıq dediyimiz orijinallığın təmin olunmasıdır. Yəni, məsələn, düşünün ki, mən WhatsApp-da bir məlumat atıram ki, 15 fevral imtahanıdır, bunu paylaşın. Siz götürürsünüz, burada modifikasiya edirsiniz bunu, yəni dəyişdirirsiniz, yazırsınız 25 fevral, bu şəkildə paylaşırsınız. Deməli, artıq tamlığı pozmuş oldunuz. Məxfilik dediyimiz üçüncü şəxslər tərəfindən, yəni icazəsi olmayan şəxslər tərəfindən görünməsinin qarşısının alınmasıdır, gizliliyin təmin olunmasıdır. Əlçatanlıq dediyimiz isə sistemə giriş icazəsi olan şəxslər tərəfindən məlumatların oxuna bilinməsidir. Yəni, məsələn, siz tutan öz simanızla, e-qov vasitəsilə şəxsi məlumatlarınıza rahatlıqla baxa bilirsiniz. Bu əlçatanlıq deməkdir. Tamlıq dediyimiz şey dolğunluqdur, məlumatların tam dəyişdirilmədən orijinal formada saxlanmasına deyirik. Məxfilik də dediyimiz icazəsi olmayan şəxslərin girişinin məhdudlaşdırılması. Bu üç əsas termindir. Yəni informasiya təhlükəsizliyi bu üç əsas anlayışa əsaslanır. Burada gəlirik zərərverici proqramlar. Bu isə bir hissəsi. Proqram təminatında da var. Virus var, antivirus anlayışı var. Birinci buradan başlayaq. Virus nədir? Çoxalma qabiliyyətinə malik olan zərərverici proqramlar. Antivirus nədir? Kompüter virusları ilə mübarizə. İlk olaraq başlayaq antiviruslardan. Antivirusun özünün 5 dənə növü var. Filtr keşikçi, detektor, immunizator, müfəttiş, bir də proqram həkim. Bunların funksiyası nədir? Qısa olaraq. Proqram həkim virusu tapır və zərərsizləşdirir. Funksiyası budur. Adını eşitdiyiniz, məşhur olan bu Kasperskydən tutmuş digərlərinə hamısı proqram həkimə aiddir. Məşhurlarda siz əksəriyyətiniz yəni ki, proqram həkimin adını eşidibsiniz. İmmunizator vaksinləşdirməklə virusun qarşısını alır. Deməli, proqram həkim virusu tapır, silir. İmmunizator vaksində, digər adı vaksinləşdirməklə virusun qarşısını almaqdır. Yerdə qalanlar 3 dənəsi filtrdir, detektor, müfəttiş sadəcə virus axtarır. Müfəttiş cari vəziyyətlə əvvəlki vəziyyəti müqayisə edib axtarır. Detektor əməli və xarici yaddaşda virus axtarır. Filtrdə diri rezident proqram olmaqla təhlükəli əməliyyatları nəzarət edir. Bu antiviruslarımız. Gəlirik viruslara. Viruslar özü 4 cür təsnifləşdiririk. Alqoritmi xüsusiyyətlərinə görə yoluxdurma, yaşayış mühiti, destruktiv imkan. Destruktiv dediyimiz distraction, dağıtma funksiyasına görə ziyansız var, təhlükəsiz var, təhlükəli var, çox təhlükəli var. Yoluxdurma üsuluna görə 2 dənədir. Rezident, qeyri-rezident. Bu nədir? Əgər əməli yaddaşı yoluxdurursa, yəni ekran da yoluxursa, RAM yoluxursa, bu rezidentdir. Yoluxmursa, qeyri-rezidentdir. Yaşayış mühitinə görə fail şəbəkə, fail yükləmə şəbəkə, yükləmə bir də. Bunlar nədir? Fail virusu failin kod sistemini dəyişir. Yükləyici virusda diskin yükləyici sektorunu zədələyir. Şəbəkədə yayılır. Worm, soğulcan viruslar kimi.
Alqoritminə görə də növləri kompanyon, solucan, parazit, tələbə sitesi və s. Bunlardan ən primitivi tələbədir, ən ziyansız deyil. Ən təhlükəlisi, yəni kompüter aldadan alqoritmlə istifadə edən stealth-dir. Makroviruslar ofis proqramlarına yoluxur. İnternetdə yayılan solucan viruslardır. Daha vacib olanlar bunlar. Gəlirəm bir də malware, yəni zərərverici digər proqramlar, bu viruslardan başqa. Spyware var, Trojan var, ransomware var, rootkit var. Yəni sırf bu dərsin özəlliyi. Proqram təminatında adını demədiklərimiz. Qısaca olaraq bunları necə yadda saxlaya bilərsiniz? Spyware dediyimiz casus proqramdır. Nə edir? Bizi izləyir. Buna məsələn keylogger var, klaviaturadan yazdığımız bütün məlumatları oğurlayır. Və yaxud da spyware sanki düşünün ekran qeyd aparır. Nə yazıramsa hamısını skrin eləyib özünə götürür. Yəni ona görə bunun digər adına casus proqramları deyirik. Yəni testdə desə casus proqramları hansıdır, məlumatlarımızı toplayan keylogger hansına aiddir? Bu olur spyware. Troyan nədir? Bu Troya atı filminə baxıb yəqin ki, adını oradan götürür. Məsələn, internetdə hansısa bir proqram var. Tutam şəkil çəkmə proqramı, ofis proqramı. Mən bunu yüklədim kompüterə. Normal işini görür. Düşünürəm ki, əla proqramdır, yaxşıdır, xeyirlidir. Bu addan yükləmişəm. Amma proqram əslində özündə virus etiv eləyir. Yəni özündə virus quraşdırılır proqrama. Dolayısıyla kompüterimə yoluxur, başlayır həmin virusu yaradanın funksiyasından ya da məqsədindən asılı olaraq hər hansı bir işi icra eləməyə. Mənim faylımı silir, oğurluyurmu və s. Deməli, Troyan nədir? Lazımlı proqram kimi yükləmişəm, amma əslində virus proqramıdır. Arxa fonda öz zərərverici işini görür. Ransomware nədir? Fidyə proqramı deyirik. Bu nə edir? Biz ən çox hansı faildən istifadə eləyiriksə, bizim həmin faylımızı bloklayır, şifrələyir və bizdən ya kart hesabına ödəniş istəyir, ya Bitcoin hesabı istəyir və s. Qısaca olaraq elə bil hədələyir bizi. Buna görə fidyə proqramı deyirik. Yəni öz faylıma, öz telefonumda girmək üçün, kompüterimdə girmək üçün kiməsə elə bil ödəniş ödəməliyəm. Çünki viruslu düşür və də həmin parolu açmaq üçün məndən ödəniş istəyir. Sanki elə bir düşünün ki, App Store-dan pullu proqram yükləyibsiniz, yaxud da Play Market-də. Rootkit nədir? Rootkit əməliyyat sisteminin sistem fayllarına sızaraq kompüter üzərində deyil, tam nəzarəti ələ keçirir. Yəni, sistemi çökdürməkdir. Ona görə qeyd eləmişik, axtarma tapa bilməzsən, bir növ stealth virusu kimi kompüterimizi çökdürür. Deməli, qısaca olaraq bu 4 dənəsini testdə necə tapdıq? Spyware casusdur, Troyan özünü xeyirli bir proqram kimi göstərir, amma əslində virus etiv eləyir. Ransomware fidyə proqramıdır. Rootkit-də əməliyyat sistemini sistem faylına sızır və sistemi çökdürür. Bu da belə. Sonra gəlirik buradan. Təhlükə növlərinə. Ki, informasiya təhlükəsizliyinin bəlkə də ən əsas qəbula düşmə ehtimalı ən çox olan hissə budur. Həm çaşdırıcıdır, tez yaddan çıxa bilər, həm də çox rahatdır əslində. Deməli, bunlar nədir? 4 dənə hücum növümüz var. Phishingdir, brute force'dur, sosial mühəndislikdir, bir də malware injection deyirik. Yəni zərərverici proqramlar. Bunlardan birinci phishing. Phishingin özünün növü çoxdur. Vishing var, V ilə olan, spear phishing var və s. Qısaca phishing özü nədir? Saxta saytların yaradılmasıdır. Məsələn, hal-hazırda qeydiyyat prosesidir. İnsanlar, uşaqlar nə edir? Dimin saytına qeydiyyata girib 50 manat ödəniş ödürlər. İmtahana qeydiyyatdan keçmək üçün. Hara daxil olurlar? Dim.gov.az. Mən nə edirəm? Sırf bu insanların məlumatlarını oğurlamaq üçün və yaxud da ödənişi götürüb mənim hesabıma ödəməklər üçün saytın adında qısa bir dəyişiklik edirəm. Dim.gov yox, orada M-nın əvəzinə I və N hərfləri yazıram. Yəni sanki M-ya bənzəsin deyə. Elə bir D, I, N, .gov.az deyə bir sayt qururam.
və də həmin saytı başlayıram sosial şəbəkələrdə paylaşmağa. İnsanların da qarşısına çıxır, uşaqların, başlayırlar sayta girib qeydiyyatdan keçməyə imtahanı. Day artıq özləri internetdə Dimqovaz yazmırlar. Reklam kimi qarşısına gəlib axı. Və də artıq onlar daxil olanda, pul ödəyəndə həmin pulu o saytı yaradana ödəyirlər. Yəni server ödəyirlər və də o saytı da saxta olaraq mən hazırlamışam deyə məsələn mən ödəmiş olurlar. Bunu daha çox nədə istifadə edirlər? Kommersiya məqsədindən. Məsələn, hansısa bir satış saytının saxtasını qururlar, bank saytının saxtasını qururlar. Əsli ilə eyni görünür, hansısa bir hərf dəyişir və ya da o hərfini aynən əvəzləyirlər diqqət çəkməmək üçün. Bu phishingdir. Demək, phishing nədir? Əsli ilə eyni görünən saxta saytın yaradılması. Testdə bu formada tapa bilərsiniz. İkinci, brute force nədir? Brute force dediyimiz sizin, məsələn, mən e-mailinizi sındırmaq istəyirəm, nə bilim, başqa Facebook hesabınızı və s. Bunu qırmaq üçün sizin e-mailinizin çoxlu şifrələri yox, toplusunu yoxlayıram. Yəni, elə bil ki, virus proqramı vasitəsilə yazıram, məsələn, şəxsin adı budur, e-maili bu daha doğrusu təvəllüdü budur. Məlumatın olduğu qədər şəxs haqqında məlumatları yerləşdirirəm. Proqram ola bilən biləsi kombinasiyaları yoxlayır. Yəni bu adam paroluna nə qoya bilər? Sadə şəkildə deyim, elə bil hərflər daxil edirəm, rəqəmləri daxil edirəm. Ehtimal nəzəriyyəsi. Hərf və rəqəm kombinasiyalarının uyğun ola bildiyi qədər versiyaları yoxlamağa çalışır proqram. Biz ona görə kibergigiyenada indi deyəcəm, profilaktik tədbirlərdir. Burada deyirik ki, güclü parollardan istifadə eləməlisiniz. Adi Dimin öz saytında belə kimdə sadə parolsa dəyişməyi təklif edir. Səbəb nədir? Sadə parolları sındırmaq rahatdır. O açıdan da brute force hücumundan qorunmaq üçün deyirik güclü parollardan istifadə eləməliyik. Hər hesabda eyni paroldan istifadə eləməməliyik və s. Sosial mühəndislik nədir? Sosial mühəndislik manipulyasiya vasitəsilə sizin məlumatlarınızın oğurlanmasıdır. Yəni manipulyasiya nədir? Tutalım ki, sizdə Facebookda bir dostluq atıram. Başlayıram 3 gün, 5 gün, 1 ay sizdən danışmağa. Yəni bir növ özümü Troyana bənzəyir də, sanki belə düşünün. Yaxşı adam kimi göstərirəm. Amma altdan sizin məlumatlarınızı toplayıram ki, sizin saytınızı uğurluyum, nə bilim sizə telefonunuza virus atım və indi məqsəddən asılı olaraq daha manipulyasiya vasitəsilə məlumat uğurluyuram. Bu da olur sosial mühəndislik. Malware nədir? Malware bayaq danışdıq bu rootkit olsun, Trojan olsun və yaxud da ransomware olsun, keylogger olsun, spyware olsun. Bunlar hamısı malware'dir. Yəni malware'də düşünün sizin informatika müəlliminiz qrupa bir dənə PDF göndərir, ya da şəkil göndərir, ya da video link atır. Amma əslində olan hamısı virusdur. Sən o şəkili endirdiyin halda avtomatik telefonuna ya da kompüterində virus yoluxmuş olur. Və buna malware deyirik. Yəni şəkil, video və ya da digər bu tipli fayllar vasitəsilə virusun yoluxdurulmasıdır. İndi o virus spyware-dirsə məlumat uğurluyur, sizi izləyir. Əgər yox, ransomware-dirsə sizin məsələn qaleriyanızı şifrələyir, sizdən ödəniş alır və s. Yaxud da ola bilsin sistemi çökdürmək üçün rootkit yerləşdirmişik ora. Ona görə deyirik ki, kənar mənbədən tanımadığınız olan şəxslərdən gələn məktublarda diqqətli olun. Faylların genişlənməsi .exe-dirsə, onları açmayın. Daha çox onların içərisində olur bunlar. Qısaca olaraq desək, təhlükə növləri nə oldu? Phishing saxta saytdır. Brute force sizin hesabınızı qırmaq üçün çoxlu parollar yoxlamaqdır. Sosial mühəndislik şirin dilə salmaqdır, yəni sizi bişirməkdir, belə düşünün. Manipulyasiya vasitəsilə məlumat uğurlamaqdır. Malware şəkil, PDF bu tipli, yəni məlumatlar göndərməklə sizin telefonunuz, kompüterinizə və s. virusların yoluxdurulmasına deyirik. Phishing nə idi? Phishing saxta sayt yaratmaq. Bax, məsələn, tutam hansı saytdan alış-veriş edirsiniz?
son dövrlər məşhur olan Temu olsun, AliExpress olsun, Amazon olsun, Trendyol olsun. Nə edirəm? Mən orada hərfin birini dəyişib saxta bir sayt qururam. Məsələn, AliExpress yox, AliExpress. Tam adına uyğundur. Siz də diqqət çəkmirsiniz, daxil olursunuz. Bir xeyli də bir 1000 dənə, 2000 dənə də elan yerləşdirirəm. Siz orada ödəniş ödəyəndə, kart hesabı daxil edəndə əslində saxta sayta daxil edirsiniz. Yəni mənim yaratdığıma. Və də ödənişi mən ödəmiş olursunuz əslində. Yəni bax phishing dediyimiz şey budur. Tamam. Bu təhlükə növləri, ümid edirəm bunu biraz da yəni başa düşdünüz, testdə çözə bilərsiniz. Bir də phishingin bayaq dedik növlərindən onu da deyim. Phishing var, V ilə olan. Bu da call center'dir. Elə bil bank əməkdaşı adından və yaxud da hansısa bir xidmət əməkdaşı adından telefonunuza zəng gəlir. Həmin zəng vasitəsilə sizin məlumatlarınız oğurlanır və yaxud da məsələn kartınızın parolunu istəyir. Bu tipli, yəni gündəlik xəbərlərdə eşitdiyiniz bir şeylər. Bu phishingdir. Bir də spear phishing var. Spear də normalda phishing bir dənə sayt yaradıram. Kim daxil oldu, kimdən oğurlaya bildimsə oğurlayım. Belədir. Yəni fərqi yoxdur mənə. A şəxsidir, B şəxsidir. Əsas məlumat oğurlayım ya da pul oğurlayım, belə düşünün. Amma spam phishing sırf hədəf hansısa təşkilatdır, hansısa şəxsdir. Yəni spam biraz daha konkretdir. Yəni mən sırf düşünürəm ki, X bir şəxsin məlumatlarını oğurlamaq istəyirəm. Qrup yoldaşımla xoşum gəlmir. Həmin şəxsin üzərində, yəni həmin şəxsə göndərirəm məlumatları. Yəni həmin şəxsin məlumatlarını almaq üçün bütün günümü xərcləyirəm. Və buna spear phishing deyirik. Sırf hədəf həmin şəxsdir. Amma belə konkret şəxs deyilsə hədəf, buna phishing deyirik, ümumi. Həm də phishingin elə tərcüməsi balıq ovudur. Yəni bir növ insanları təliyə salmaqdır. Elə adını da buradan götürür. Bu oldu təhlükə növlərimiz. Sonra gəlirik dərsimizdə fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının qanunu var. Oradan olan əsas hissələri seçmişik ki, daha vacib olanlar öyrənmək üçün. Ümumi məlumatlar var, xüsusi məlumatlar var. Ümumi hamının bilə belə deyək də, bilməsində bir sıxıntı olmayan bir şeylər ya da ümumi açıq olan məlumatlar, kənar şəxslərə açıq olanlar da addır, soyaddır, e-maildir və s. Bir də var xüsusi kateqoriyalı məlumatlar. Məsələn, adi bizim konstitusiyamızda da din vicdan azadlığında 48-ci maddə belə bir şey var ki, hər bir şəxsin vicdan azadlığı var. Yəni nə deməkdir? Sizin iradəniz olmadan, sizin razılığınız olmadan heç kim sizin məsələn dini əqidənizi soruşa bilməz. Heç bir müəssisə. Bu hesabat tələb oluna bilməz, toplanıla bilməz. Yəni qısaca olaraq dediyimiz xüsusi kateqoriyalı məlumat sırf şəxsin özünə aiddir. Şəxsin özü ola bilər, ailə həyatı ola bilər və s. Bunlar xüsusi kateqoriyalıdır. Yəni sənin razılığından alınan, toplanılan məlumatlardır. Fərdi məlumatın operator və subyekt anlayışı var. Subyekt məsələn mənəm. Məlumatları alınan şəxsdir. Operator həmin məlumatı toplayan orqandır. Məsələn, müəssisənin HR-ları. Bunlar operator ola bilərlər, çünki məlumatı toplayırlar. Və yaxud da müəssisənin özünü götürürük biz. Məlumatın saxlanması dedikdə serverdə aydın məsələ məlumat saxlayırıq. Məlumatın işlənməsi də həmin məlumat üzərində hərəkət başa düşülür. Sonra gəlirik əsas məsələ identifikasiya, autentifikasiya, avtorizasiya. Dərsin ən vacib hissəsi, bayaqki phishing hissəsidir. İkinci vacib olan o rootkit dediyimiz, ransomware, onlardan düşər sual. Nə iş gördük, fidyə hansıdır, casus hansıdır, bunlar. Üçüncü vacib olan hissə bu hissədir. Bu eyniləşdirmə, identifikasiya və avtorizasiya. Bunlar nədir? Deməli, eyniləşdirmə, yəni identifikasiya. Aydındır ki, identifi müəyyənləşdirməkdə, məsələn, şəxsiyyət vəsiqəsinin belə tərcüməsi identifikat deyirik. Yəni şəxsiyyət vəsiqəsi məlumatlarımızı dəqiqləşdirən bir kağız parçası, belə deyək. İdentifikasiya odur ki, mən deyirəm ki, bax qısa iddia edirəm o deməkdir ki, mən nəyisə bir fikri irəli sürürəm. Autentifikasiya odur ki, bu dediyimi sübut eləyirəm. Avtorizasiya odur ki, sonrakı əməliyyat sübut eləyəndən sonra nə edəcəm? Bu əməliyyat avtorizasiyadır.
Məsələn, 15 fevral imtahandır. İmtahana getdiniz. Qapıda nəzarət buraxılış məntəqəsindən keçmək istəyirsən. Deyirsən ki, mən filankəs filankəs imtahana gəlmişəm. Bu iddia eləyirəm deməkdir. Həmin adama çıxarıb vəsiqəmi, imtahana buraxılış vərəqəmi verirəmsə, adam da bir vəsiqə bir mənə baxır, bu autentifikasiyadır. Yəni artıq sübut elədim mən bunu. Keçdim imtahanı. İmtahana keçəndə o kağızı cırırammı, nə bilim üstündə yazırammı, yoxsa fikirləşirəm ki, amma bu yadımdan çıxıb bu sual, sağa sola baxıb köçürürəmmi? Bu artıq avtorizasiyadır. Yəni artıq oradakı əməliyyatdır, mərhələdir. Deməli, fikir bildirmək, iddia eləmək, identifikasiya, iddiamı təsdiqləmək, autentifikasiya, gördüyüm işlər avtorizasiya. Başqa bir misal göstərim. Məsələn, bankomatdan pul çəkmək istəyirsən. Kart əlində bankomatın qabağına yaxınlaşdın və yaxud da marketdən alış-veriş eləmək istəyirsən, fərqi yoxdur. Yaxınlaşdın kart əlində, bu identifikasiyadır. Kartı ora tıqqıldadandan sonra səndən parol istəyirsə, o parolu yazıb təsdiqləyirsənsə, bu autentifikasiyadır. Yəni ikincisi. Artıq sən bankomatdan pulmu çəkirsən, pulmu göndərirsən, hansısa əməliyyat aparırsansa, bu artıq avtorizasiyadır. Düşünürəm ki, bunu da başa düşdünüz nə demək istədiyimi. İddia elədiyim identifikasiya, təsdiqlədiyim autentifikasiya, gördüyüm işlər avtorizasiyadır. Sonra gəlirik kibergigiyena anlayışı. Kibergigiyena hissəsi əslində bildiyiniz bir şeylərdir. Sadəcə xatırlatmadır. Yəni deyir ki, biz kibergigiyena ümumiyyətlə nədir? Profilaktik tədbirlərdir. Yəni gigiyena adı üzərində qorumaq, yəni diqqətli olmaq, məlumatların oğurlanmasının qarşısını almaq. Bunun üçün nələrdən istifadə etməliyik? İctimai Wi-Fi-dan istifadə eləməməliyik. Güclü parollardan istifadə eləməliyik. Kənar şəxslərdən gələn naməlum məlumatları açmamalıyıq. Şəkil və sairə yükləməməliyik. Bilmədiyimiz sayta girməməliyik. Parolları tez-tez dəyişməliyik. Hər hesabda ayrı-ayrı paroldan istifadə eləməliyik və s. Yəni qısaca olaraq bunlar dediyimiz kibergigiyena tədbirlərdir. İndi bu dərsimizdə olan bütün vacib hissələr bunlar. Ən əsas olan hissələr. İnformasiya təhlükəsizliyindən deyəcəyimiz hissə bu qədər. Bir də dərsdə mobil təhlükəsizlik var, tədbirlər var. Elə bil biz applicationlar endirdiyimiz halda təhlükəli icazə növlərimiz var. Yəni hansı halda təhlükə törədə bilər bunlar? Məsələn, bizim kontaktlarımıza giriş icazəsi istəyirsə diqqətli olmalıyıq. Sonra telefon haqqında məlumatları istəyirsə diqqətli olmalıyıq. Şəkilə, videoya girişə icazə istəyirsə diqqətli olmalıyıq. SMS, MMS göndərmək və s. istəyirsə diqqətli olmalıyıq. Bunlar nədir? Qısaca olaraq desəz ki, eləyə qalmış biz WhatsApp yükləyirik, o bizim kontaktlara giriş icazəsi istəyir. İndi o təhlükəlidirmi? Biz burada nə deyirik? Diqqətli olmalıyıq. Yəni, məsələn, tutalım ki, mən WhatsApp yükləmişəmsə, bu məndən kontakta giriş icazəsi istəyə bilər. Normal, çünki kontaktlarımı göstərməlidir başqasına yazı yazmaq üçün. Şəkil video göndərmək üçün ora giriş icazəsi, mikrofon icazəsi istəyə bilər. Amma bu məsələn məndən telefon haqqında məlumatı istəməyi absurd gəlir. Telefon haqqında məlumatı nə edəcək ki, mənim həmin saytım? Və yaxud da siz tutalım ki, bir onlayn mağazadan alış-veriş eləyirsinizsə, o sizin kontaktınıza giriş icazəsini istəməyi həmin proqramın. Deməli, sizə şübhə yaratmalıdır. Çünki alış-verişin kontaktlı giriş icazəsi ilə çox da əlaqəsi yoxdur. Amma sizin e-mail hesabınıza məsələn, orada yazmağı tələb eləyə bilər, kod SMS, MMS göndərməyi tələb eləyə bilər nömrəni istəyə bilər. Çünki alış-verişdə çatdırılma xidməti də var yəqin. Yəni, qısaca olaraq ayıq-sayıqlıq olmalıdır mobil proqramlar, applicationlar yükləyən zaman. Bir də Wi-Fi təhlükəsizliyi var. Wi-Fi təhlükəsizliyini riayət etmək üçün burada VPA3 deyirik. Elə bil ki, təhlükəsizlik divarı var. Yəni, qısaca olaraq Wi-Fi-yı biz nə edə bilərik? Map ünvan filtrasiyası. Sadə deyim də, Wi-Fi-mizi kənar şəxslər qırmasın deyə
Eləyə biləcəyimiz tədbirlər. Və yaxud da bizim Wi-Fi ilə kompüterdən göndərilən məlumatlara ortadakı adam hücumu deyirik. Kənar bir şəxs oğurlamasın deyə görə biləcəyimiz tədbirlər nələrdir? Bunlardan məsələn mənim düşündüyüm ən yaxşılarından biri Mach-1 filtrasiyasıdır. Bu nədir? Evdə hansı neçə nəfər varsa, məsələn 5 dənə adam var. Bu 5 adamın telefonundan Wi-Fi-yə qoşulurlar. Lap kompüterdə daxil elədik. Biz bilirik ki, MAC ünvan, o lokal ünvan deyirik. IP ünvan qlobal ünvandır. MAC ünvan filtrasiyası nədir? Bütün telefonlarda və yaxud da kompüterdə MAC ünvan var. Mən Wi-Fi-yə həmin MAC ünvanları tanıdıram. O ancaq həmin MAC ünvanları görür. Kənar bir belə deyək, qoşulmaq istəyən telefonumu, kompüterimi deaktivasiya eləyir. Yəni icazə vermir. Və yaxud da şəbəkə adı gizliliyindən istifadə edə bilərəm. Wi-Fi-nin adını gizlədərəm. Ancaq Wi-Fi-nin adını bilənlər əvvəldən onlar yazıb axtarıb Wi-Fi tapıb daxil ola bilərlər. Belə ümumi açıq Wi-Fi-ləri axtaranda, yəni ümumiyyətlə Wi-Fi axtaranda görünməz. Və yaxud da VPA3 təhlükəsizliyi deyirik. VPA köhnədir və WPA sonunda 3 olan daha müasir olandır. Bu nədir? Şifrələmə sistemindən istifadə edir özü. Yəni qısaca olaraq Wi-Fi-mizin kənar şəxslər tərəfindən bir növ məlumatların oğurlanmasını, yəni hesabı qırılmasının qarşısını alır da belə qısa belə deyə bilərik. Bir də dərsimizdə olan digər hissədə buydu. Bu da informasiya təhlükəsizliyinin izahı. Deməli, informasiya təhlükəsizliyinə aid nümunə testlər. Məsələn, birinci sual. Təhlükənin ən çox yayılan növləri hansılardır? Düz, süper. Phishing, malware, brute force, sosial mühəndislik. Tamam. Baxırıq məsələn ikinci suala. Təhlükəsizlik üçlüyü hansıdır? İnformasiya təhlükəsizliyi üç əsas anlayış dedik. Əlçatanlıq, tamlıq, məxfilik. Super. Yaxşı, gəlin digər bir sual göstərim. Altıncı sual. Açıq sualdır. Yazdığınız cavablar yanlışdır gənclər. 1-4 yazıbsınız. Bir düzdür çünki doğru fikir. Yəni 4-ü səhv deyirsiz də belə izah edeyim. Bir düzdür, 2 düzdür. Yerdə qalanlar səhvdir. Deməli, fidyə proqramı olan ransomware-dir. Ransomware. Burada səhv var. 4-də də istifadəçi özünü lazımlı kimi göstərən troyandır. Ransomware deyil. Ransomware yuxarıdaydı izahı. Ona görə düzgün cavab olur 1-2. Dedik spyware casus proqramıdır. Rootkit də sistemi çökdürməkdir. Əməliyyat sisteminin sistem fayllarına sızıb tam nəzarəti ələ keçirməkdir. O bir dənə də bayaq dedim təhlükəli icazə növləri deyib bu ekranda təqdimatda göstərmədiyim. Və bu 5-ci sual. Hansı dil izahı yanlış verilib? Sizcə baxın görün hansı yanlışdır? İngiliscə ilə tərcümə ilə tapmaq olar əslində. Biraz diqqətli baxsasız. Düz, super, D variantı. Çünki bu location-a, yəni konuma icazə verməkdir. Amma burada şəkil videoya girişə icazə deyir.
Ona göre yanlıştı. Tamam. Gəlin phishing'in təriflərindən də ya da bu bisilərin tərifindən bir sual tapım göstərim. Deməli bir dəqiqə. 20'ye baxın bir dənə. Ransomware düz. Ransomware nə edir uşaqlar? Nəyisə şifrələyir və bizə təhdid edir. Fidya proqramı dediyimiz. Fidya. Yaxşı dediyim hücum növlərindən olan suala. 21-ci suala baxın. Düz, super. Güc tətbiq üsulları. Brute force dediyimiz odur. Brute force hücumları. Güc tətbiq hücumları. Tamam. Bir dənə də ən son 22-ci suala baxın. Biraz da kiçildim. Digər bu bir tərəfdən variantlar da görünsün. Qısaca deyir ki, bank əməkdaşı bizə zəng eləyir, məxfi kodu soruşur. Bu doğrudurmu? Düz, super. Bəli, B variantı. Çünki burada dediyi, gənclər, bayaq dediyi phishingin bir növüdür. Vishing deyirik buna. Vishing. Amma phishing növüdür. Səs vasitəsilə, zəng vasitəsilə məlumatın oğurlanması. Qısaca olaraq burada bir phishing hücumu nəzərdə tutulub ya da təsvir olunub. Məlumatımızı oğurlamağa çalışırlar. Belə gənclər. Tamam. Təhlükəsizlikdən də bu qədər.